Salam dostlar, vaxtınız xeyir olsun. Biraz əvvəl bir mövzu ilə qarşılaşdım, onu sizlə paylaşmaq istədim. Deməli, bəzi insanlar, yekunda budur onların hekayəsi. Həyat mənim xaricimdə baş verir. Yəni, mənim həyatımda mənim kontrolum yoxdur. Mənim kontrolum olmadan bəzi şeylər baş verir, hətta çox şeylər baş verir və bunun mənimlə əlaqəsi yoxdur. Və baxın görün həyat mənə nələr etdi deyə davranışlar göstərərlər. Və həyatı da sanki həyat bunların bunlara tam tərsinə, istədiklərinin tam tərsini edəcək şəkildə proqramlanmışdır kimi görüb, həyatı şuurun fərqində olmayan hissəsində bir şəxs kimi görərlər dostlar, belə insanlar. Və dediyim kimi, baxın görün mənə həyat nələr etdi deyib, bunu başqa yerlərə yozmağa çalışarlar və bunu başqa mövzuların arxasına sığınarlar. Məsələn, nəyin arxasına sığınarlar? Cadunun arxasına sığınarlar. Büyücülərin arxasına sığınarlar. 5-5-7-dir, 3-8-dir. Ondan sonra pulqabının içinə dəfnə yarpağı qoy. Bunu elə, onu elə. Yəni gerçək elmə və gerçək dinə, bura diqqət edin zəhmət olmasa, dayanmayan həqiqətən də və onu araşdırmadan, həqiqətən o düzdür, səhvdir, araşdırmadan buna sığınarlar. Niyə? Çünki dostlar, belə insanların gerçək həyat məsuliyyətini qəbul etmək istəməzlər. Gerçək həyat məsuliyyəti mən videolarımda açıqlamışdım dostlar. Öz həyatını, öz inancları, öz duyğuları, öz düşüncələri ilə əmələ gətirdiyini qəbul etməkdir. Bunu hər kəs qəbul edə bilməz, təəssüflər olsun ki, bu insanın gerçək həyat məsuliyyətidir. Gerçək həyat məsuliyyətini qəbul etmək istəməzlər. Çünki qəbul etsələr yalnız qalacağını zənn edərlər. Yalnızlıq qorxusu vardır. Ona görə də öz gerçək həyat məsuliyyətini qəbul etməz dostlar. Çoxlarımızın da bildiyi bir yerə istinadən deyəcəyim sizə. Bax, Quranda da biz sizə heç bir şey etmərik, siz özünüz özünüzə edərsiniz deyir. Və mənim orada bir mövzu, bir cümlədən çox xoşum gəlir, hər zaman işlədirəm onu. And olsun əsrə ki, insan ziyandadır deyir. Yəni, boşa keçmiş zamanlar, vaxtlar, yəni öz məsuliyyətini, gerçək həyat məsuliyyətini qəbul etməmək üçün öz başına nələr oyunlar açar dostlar insan. Baxın, bu həqiqətdir, bu gerçəkdir. Ona görə insan öz gerçək həyat məsuliyyətini yekunda qəbul etməlidir. Etmədiyi müddətcə çox problemlər başına açacaqdır. Özü-özünə açar dostlar. Bunu bilməyimizdə fayda var. Bu mövzu açıldı deyə bunu sizə demək istədim dostlar. Hələlik görüşənədək.